Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadətimizi, itaətimizi qəbul eləsin inşallah. Bizi bəyəndiyi bəndələrdən qərar versin. Dünya və axirət bizi Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifayətindən binəsib eləməsin. Allah çətinliklərimizi həll eləsin, çətinlikdə olanların köməyi olsun inşallah. Xəstələrimizə şifa versin, iltimas duyləyənlərin dualarını qəbul eləsin. Ağa İmam zamanın zuhurunda təcil eləsin, bizi də ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Əli Əleyhisselamın Nəhcül Bəlağədən 16-cı xütbəsində idi. Amma İmam Rıza Əleyhisselamın mübarək Mövludu ərəfəsindəyik və bu həftə, bu günlər kəramət həftəsidir. Həftənin əvvəlində xanım Məsumənin mövludu idi. Axırında da İmam Rıza Əleyhisselamın mövludu ki, Kərimə Əhl-i Beytdir. Kim İmam Cavad Əleyhisselama mütəvəssil olsa, çoxlu müşkilləri həll olar, çətinlikləri həll olar, xüsusən maddi baxımdan. Və İmam Rıza Əleyhisselamın həyatı çox zəngin nöqtələrlə əhatə olunub, hadisələrlə, çətinliyi demək olar ki, və sıxıntıları çox olub. Eyni ilə İmam Həsən Əleyhisselamın həyat bir formasına oxşarlığı var, bəlkə də ondan da biraz çətin, ondan da biraz ağır və ki, bu mövzuda çox danışmaq olar. Bunların hamısından da üstünü İmam Rıza Əleyhisselamın o çətin məqamlarda dostlarının Həzrətdən üz döndərməsi idi, dostlarının etimadsızlığı idi, bəzi məsələlər, hadisələr ortalığa çıxdığı can dövrün hakimiyyəti tərəfindən İmam Rıza Əleyhisselamı gözdən salmaqdan ötürü, onu kölgədə qoymaqdan ötürü İmam Rıza Əleyhisselam da bəzi işlər görürdü, bəzi hərəkətlər edirdi, hətta bəzilərinə məcbur qalırdı. Onu da ətrafı yaxşı başa düşmürdü, dərk eləmirdi. Üz döndərirdilər, düşmənə çevirirdilər. Bu baxımdan, yəni mövzusu çox uzundur və çox genişdir. İmam Rıza Əleyhisselamın həyatı İmam Həsən Əleyhisselamın həyatına çox oxşayır. Amma bu mövzuda biz söhbətimiz eləməyəcəyik, qəsdimiz elə İmam Rıza Əleyhisselamdan bir ya iki dənə hədis inşallah oxuyaq, tərcümə eləyək. Ondan sonra tamam eləyək. Bir hədisimiz insanın əməlləri ilə əlaqəlidir, insanın əməllərinə bağlıdır. Allaha nisbət insanın fikri, düşüncəsi və insanın öz Allahdan aldığı nemətə nisbət münasibəti. Bu cürə mən buyurur ki, əhsiniz zənnə billah. Həmişə Allahın barəsində gümanınızı yaxşı eləyin. Yaxşı güman eləyin Allah Teala barəsində. Məsələn, deməyin, niyə Allah Teala mənə belə elədi, niyə Allah Teala ona verir, mənə vermir, məsələn, niyə onun malı çoxdur, mənim malım azdır, niyə məsələn onun övladı çoxdur, mənim övladım, niyə o xəstələnir, mən xəstələnirəm, Allah Teala niyə məndən belə eləyir? Həzrət buyurur ki, belə deməyin, əhsiniz zənnə billah. Həmişə Allaha nisbət zənninizi gözəl eləyin də, yəni hüsnü zənn eləyin, dini ibarətlə desək, Allaha qarşı həmişə hüsnü zənniniz olsun. Niyə görə ümumiyyətlə insanın zənni belədir ki, mən həssənə zənnəhu billah kanə indi zənni. Kim Allaha nisbət zənnini, gümanını yaxşı eləsə, daim öz gümanının, zənninin yanındadır. Yəni, bu ki, Allaha nisbət hüsnü zənn eləyər, Allahın da buna nisbət daim ehsanı olar.
daim ehsanı olar. Məsələn, mən sənin barəndə suizən edirəm, pis şey fikirləşirəm. Ola bilər ki, sən onunla xəbərin yoxdur. Heç ona görə də mənə qarşı sənin bir əks reaksiyon da yoxdur. Amma və hüsn zənn eləyəndə də sənə qarşı hətta elə bu cürədir. Mən sənin barəndə həmişə yaxşı şeylər fikirləşirəm. Mümkündür sən pis şey fikirləşəsən. Niyə? Çünki mənim sənə qarşı yaxşı fikirləşməyimdən sənin xəbərin yoxdur. Amma Allah Teala ki, alimun bi kulli şeydir, ya'lemu ma tuxfis sudur. Allah hər şeyə alimdir, sinələrin gizlətdiyi şeylərin hamısını bilir və ya'lemu xainətəl əyun. Quran deyir, Allah Teala o gözlər də xəyanət eləyəndə onların hamısını bilir. Bu baxımdan Allaha nisbət biz hüsn zənn eləyəndə də dilimizə də gətirməsi Allah Teala bilir ki, biz hüsn zənn eləyirik ona nisbət. Və suizənn eləyəndə də bilir biz ona, məsələn deyəndə ki, Allah onun niyə vardı, məndə yoxdur. Suizənn eləyirik. Allah onu bildiyinə görə biz Allaha nisbət yaxşı zənn eləyəndə Allahın da bizə münasibəti yaxşı olur. Yəni kanə ində zənni, bu insan elə zənninin yanında olar. Yəni bunun Allaha nisbət bu cürə fikirləşməsi nə olar? Səbəb olar ki, daim də Allah Teala bunun barəsində neynəsin? Yaxşı, belə bizim sadə dildə desək, Allahın da buna zənni daim yaxşı olar. Yəni Allah bunu yaxşı yerdə görər və yaxşı yerdə olmağının barəsində neynəyər? Şərait yaradar, ona köməklik edir. O Həzrəti Musaya Allah Teala dedi ki, məndən ən çox razı olan adamı ged gör. Gəldi, gördü, nə əli var, nə ayağı var, nə belə də güclə danışır. Həzrəti Musa çatanda gözləri də tutuldu. Soruşdu, sən bu qədər əzabın, əziyyətin içərisindəsən, Allahdan ən çox razı qalan adam sənsən ki, Allah Teala mənə göndərib səni ziyarət edeyim. Sən axı Allah Teala sənə heç nə verməyib, sən niyə bu barədəsin? Deyir, mən Allahı elə qəbul eləmişəm ki, mənə nə veribsə, nə alıbsa, hamısı mənim xeyrimədir. Dedi, məsələn, bax, mən bu oturduğum yerin ətrafında nə qədər kənd qəsəbə görürsən, hamısı bütpərəst, ulduzpərəst, aypərəst, öküzpərəst, ağaçpərəst. Amma mən müvəhhidəm, Allahımı tanıyıram. İndi mən əlim, ayağım olandan sonra, nə bilim, gözüm yaxşı görəndən sonra, qulağım yaxşı eşidəndən sonra, Allahım olmayandan sonra bunlar mənim nəyimə lazımdır. Əslən ilə Allah Teala Quran-ı Kərimdə də deyir, onların gözləri var, görmür. Və ləhum qulu əbsarun la yusirun və əsmaun la yusirun. Qulaqları var, eşitmir, gözləri var, görmür, qəlbləri var, fikirləşmir. Laikə kəl ənam bəlhum əzəl. Ki də o, əslində yox. Elə qulağın eşitməsi, gözün görməsi, qəlbin düşünməsi, təfəkkürü, elə o Allahı tanımağı inandır. Ki, gəlib orada bir dənə hədis var, insanın ağlının kamilliyinə dəlalət edən nələrdir? İmam Rıza Aleyhisselamdan bir dənə hədis var, onu da oxuyacaq. Bəs o dedi ki, mən ki Allahı tanıyıram, deməli Allah məni ən böyük neməti verib. Və mən rəziyə bil qəlili minər rizq. Adam ruzunun azlığından deyinmir, ruzunun azlığına şükür eləyir, ruzunun azlığına razıdır. Mən rəziyə bil qəlili minər rizq. Ruzunun azlığına razı olanda da buna nisbətdə Allah Teala nədir? Onun əvəzində bir şey verər. Nə olar? Qubilə min hülyəsiri minəl əməl. Allah da bundan az əməli qəbul edir. Az əməli qəbul edir. Allah'ın verdiyi aza sən qani olanda, Allah da sənin az əməli və sənə elə lazım mükafatı verir. Və hətta ya mən yotur kəsirə bil qəldir. Rəcəb ayının duasında oxuyuruq ilə Allah ki, azın müqabilində çox əta eləyir. Yaxşı, ondan sonra da buyurur ki, deməli, və mən rəziyə bil yəsiri minəl həlal, həffət məunətuh və nə'əmə əhləh və bəssərəhullah da'əd-dünya və dəvaəh və əxrəcəhu minhə salimən ilə darissalam. Deyir, indi birdən insan halalın azına razı ola, halaldan ola bunun ruzusu, az ola, insan buna razı ola, bunun ehtiyaclarının hamısını ödəyəcək.
Ehtiyacda az da olsa ehtiyaclarının hamısını ödəyəcək. Ondan sonra Allah onun əhlin nə edəcək? Nemətləndirəcək. Allah onun əhlinə, övladına, əhlinə, ətrafına çoxlu nemətlər verəcək. Və bəssərəhullah. Allah onda bəsirət yaradacaq. Allah bəsirəti ona nəyə nisbət yaradacaq? Daəd-dünya və dəvaiha. Dünyanın xəstəliyini Allah Teala ona tanıtdıracaq və yanında da dərmanını da tanıtdıracaq. Yaxşı, həm dərmanın halala bu razıdır, halala razıdır. O halalın azına razı olduğuna görə Allah neçə şey verir ona. Biri də budur ki, əvvələn biri budur ki, pulun çoxluğu ehtiyatsızlıq deməkdir. Ola bilər birinin gündə 100.000 pul qazanır, heç çatmır. Biri amma 100 manat qazanır, çatır, artıq da qalır. Bax, ehtiyatsızlıq var, dövlət budur. Yaxşı. İndi bu halalın azına qane olanda, nə olacaq? Bunu Allah ehtiyatsız eləyəcək. Bunun o qədər problemi çıxmayacaq qabağa ki, bu az çatmasın. Bu bir. Sonra bunun müqabilində Allah Teala onun əhlinə də çoxlu nemətlər verəcək. Bu iki. Üçüncüdə Allah Teala bunda bəsirət yaradacaq. Bəsirət nə yaradacaq? İnsanın ən çox çəkdiyi problemlər dünyanın xəstəliyidir və onun dərmanıdır. Allah Teala həm buna dünyanın xəstəliklərini tanıtdıracaq. Ki, bu, məsələn, sudan içsən, xəstələnərsən, bu yeməkdən yersən, xəstələnərsən, bu işi görsün, pis olar sənə. Plus da Allah onun dərmanını da buna tanıtdıracaq, verəcək ki, birdən çaşıb yesin və məsələn, birdən özü gözləmədi, məsələn, soyuq dəydi, grip oldun, bu da onun dərmanıdır. Nəyin müqabilində də bu 3 dənə böyük nemət, bir dənə halalın azına qane olmağın müqabilindədir. Yaxşı, ondan da əlavə, hələ bununla da qutarmır. Və əxrəcəhu minhə salimən ilə darissalam. Allah Teala bu adamı salim formada, mümin formada dünyadan xaric eləyər ilə darissalam. Birbaşa darissalamı, behiştin o əla yerinə. Ki, insanın da ən böyük problemi odur ki, o can verəndə dünyadan neyniyə? Mümin. Peyğəmbərlərdən biri övladlarına vəsiyyət edir. Və la təmutunna illa və antum müslimun. Öləndə müsəlman ölün. Ölməyin. İlla ki, müsəlman öləsiniz. Öləndə müsəlman ölün. Qorxun o gündən ki, öləndə müsəlman olmayasınız. Qeyri-müsəlman kimi dünyadan gedəsiniz. Ki, Həzrət buyurur, halalın azına qane olmaqlıq, halalın azına qane olmaqlıq. Yaxşı, nədir? İnsana bu nemətləri, bu xislətləri verir. Halalın azına qane olmaqlıq. Ondan sonra Həzrətdən bir dənə hədis də varımızdır. Mən biraz uzun hədisdir, amma xırda bunu tez-tez oxuyub keçəcəm. İnsanın əqlinə aiddir. İnsanın o əməlinə aid idi. Dünya və axirətinə aiddir. Sırf bu, insanın ağlının kamalına dəlalət edir. Ki, məsələn, bu xasiyyətlər kimdə olsa, deməli, ağıllı adamdır. Kimdə də yoxdursa, bu xasiyyətləri yıxsın, özündə ağlı da kamilləşsin. Çünki əməllər biri-birinə kömək edir də. Məsələn, insan fərz edir, namazı vaxtında qılanda, əvvəl vaxtında, başqa əməllərə də daha müvəffəq olur. Məsələn, fərz edir, sədəqəni gizli verəndə, yaxşı, onun, məsələn, Allah da günahlarının üstünü örtür, məsələn. Birinin eybini açmayanda, Allah Teala da onun eybini açmır və üstünü örtür. Belə təsir olur. İndi bir adamda bunlar varsa, Həzrət deyir, ağlı kamildir. Yoxsa bunları özündə bərpa eləsin, nə olsun? Ağlı kamilləşsin. 1. La yetumme əqlu imri'in muslimin həttə takuni fiyhə əşərə xisal. İnsanın, müsəlman insanının ağlı kamilləşməz illa ki, bunda 10 dənə gərək xislət ola. Mən tez-tez oxuyub keçəcəm, çünki uzaqdır. Əl-xeyru minhu mə'mul. Biri budur ki, müsəlman insan, mömin insan, Allahı tanıyan insanın xeyri insanlara nisbət, cəmiyyətə nisbət mə'mul olsun. Yəni, axarlı olsun. Axarlı olsun. Yəni, heç kimə bundan ziyan gəlməsin. Özdə bir var, məsələn, xeyrxah insandır. Yaxşı, bir də var ki, bunun xeyri ilə axır. Hamının bundan xeyir gəlməsinə ümidi var. Bir var, vayın çalasan, məsələn, deyəsən, oturasan ki, bundan xeyir gəlməyəcək. Bu, qurumuş bulaqdır. Məsələn, el arasında bunu işlədirlər. Qurumuş ağacdır. Ondan sonra, nə bilim, xeyri kəsilmiş nədir?
Hətta bəzən deyəndə bir adam filan kəs deyir ki, onu verim sel aşağı, gedim sel yuxarı gəzdim. Yaxşı, yəni də bunun heç nəyə kar deyir də. Amma deyir, yox, insan, müsəlman insanın gərək, bax, bu cürə xasiyyəti ola ki, hamı ondan xeyir gözləyir, ümidvardır, bundan xeyir baş verə. Bu da təbiidir ki, o qədər bundan xeyir çatıb insanlara. İnsanlar buna vərdiş eləyib də, görüblər. Və şərru minhu mə'mun. Ağıllı insan odur ki, şərr ondan mə'mundur. Yəni, yaşadığı cəmiyyətin insanları bunun şərrindən amandadılar. Cəmiyyətdə, məsələn, hər hansı bir pis iş olanda, məsələn, heç kim fikirləşmir ki, filan kəs eləyə bilər. Hətta o hadisənin üstündə bunu görəndə, məsələn, biri deyər ki, o doğrudur, deyərlər, kəs səsi. Deyir, orada gördüm, deyir, təsadüfən gəlib çıxıb. Yəni, insanlar hətta özlərinə inanmağa belə yol verməzlər ki, bu pis iş bundan olub, baş verib. Biri də budur. Ondan sonra Həzrət buyurur ki, yəstəksiru qəliləl xeyri min qeyri. Başqasından buna az xeyir gələndə onu çoxaldır, çox görür. Məsələn də, elə bil ki, biri buna 1 manatlıq bir şey verəndə onu 10.000 manat səviyyəsində tutur. Heç vaxt da yadından çıxmır. Başqa hədisdə də var ki, deyir, ağıllı insan odur ki, mömin insan odur ki, başqasına elədiyi yaxşılığı unutsun. Başqasının da bunu elədiyi pisliyi unutsun. Niyə? Çünki başqasına elədiyi yaxşılığı unutması elə deyəcək, mən yaxşılıq eləmişəm də, day bəsdir. Amma unutsa deyəcək, qoy mən də yaxşılıq eləyim. Plus da, bir dəfə hisslənib onu unutmasa, üzünə çəkə bilər ki, mən sənə filan işi görmüşəm. Unut ki, qoy o şey də zehninə gəlməsin. Və başqasından buna gələn ziyanı da Həzrət buyurur ki, unudun. Unudun, niyə? Daim ondan sənə ziyan gəlməyi sən yadında saxlasın, daim onu özünə düşmən bilətsən. Hətta bir dəfə xeyir işdə görməli olsa sənə qarşı, ehtiyacın olanda, deyətsən, bundan xeyir gəlməz, bu mənə pislik eləyib. Amma unutsun, belə olmaz. Yaxşı. Və yəstəqillu kəsirəl xeyri min nəfsi. Özünün tərəfindən elədiyi çox xeyri az sayar həmişə. Şimdi nə eləmişəm, mən bir tikə çörək vermişəm də. Yeməsən də fərz eləsən, o vaxt səndə borcun var idi, ödəyə bilmirdin, hərə 5 manat verdi, 1 manat da mən verdim, məsələn. Amma halıb ki, onun o 1 manatı, ya elə onun üçün həyatı bir məsələ idi. Yəni, o elədiyi yaxşılıqları nə edir? Özü üçün kiçik sayır. Deməli, la yəməllu min tələbil elmi tulə dəhri. La yəsəmu min tələbil həvacili. O adamlar ki, gəlir buna ehtiyac əlini uzadır, onlara qarşı pis baxmır. Birini görəndə ki, birdən məndən borc istəyər, qaçıb gizlənmir. Biri ona zəng eləyəndə birdən məndən nəsə bir şey istəyər, tez, məsələn, telefonu qoymur qırağa. Əksinə sevinir ki, nədir, cəmaat məndən, Allahın bəndəsinin işi mənə düşüb, mən ona neyniyim? Köməkli eləyim. Cəmaatın ona müraciətindən yorulmur. Əl-fəqru fillahi əhəbbü ileyhi minəl qina. Allah yolunda fəqirlik onun üçün var dövlətdən daha ən böyük var dövlətdir. Yəni, ola bilər bu, məsələn, laf belə sadə dildə deyək, ilahi bir dənə işlə məşğuldur ki, bu bunun əl-ayağını bağlayıb, məsələn, dünya işi ilə məşğul ola bilmir. Tam şəkildə təminatını ödəyə bilmir. Fəqir vəziyyətində yaşayır. Amma Allah yolunda bu cürə fəqir vəziyyətdə yaşamaq bunun üçün daha sevimlidir, var dövlətli formada yaşamaqdan. Və zillu fillah həbbiləhi minəl izzi fi aduvvi. Allahın kölgəsində, əlbəttə zəlillik olmaz da, Allahın kölgəsində zahirən aşağı səviyyədə nədir olmaq, bunun üçün çox əladır, kiminsə o kölgəsində izzətli görükməkdən. Kiminsə yanında izzətli görüşməkdənsə, deyir, mən elə Allahın o fəqir bəndələrinin yanında ev yox qoy, zillətli görüşüm. Bu mənim üçün daha xoşdur. Vəl-xumulu əşha ileyhi minəş-şöhrə. Xumul, yəni tanınmamazlıq. Heç kim tanımır. Filan kəsi tanıyırsan, bu dəqiqə insanların ən böyük xəstəlikləri həmin o ulduz həvəsidir də, ulduz olmaq həvəsi. Hardan bir də iş gördü, şəkil çəkir, bir də söz dedi, şəkil çəkir, ora getdi, şəkil, bura getdi, çəkir. Hər addım atanda videosunu çəkir, qoyur, nə bilim, qururlar, qoşurlar bir dənə səhnəni ki, məsələn, bu gəlirdi, yolla keçirdi, bu sosial şəbəkədə görürük. Məsələn, bir dənə
yaşlı adamdır, kalyaska ilə keçə bilmir, saxlayır. Məsələn, bahalı maşının düşür yerə, suyun içində gəlir, bunu götürür, çıxardır. Amma hamısı dörd tərəfdən kamera qurulub da. Görsən, əməlli başlı elə şey çəkilişdir. Bizim bu çəkiliş kimi çəkiliş deyil, belə professional çəkilişdir. Qurub. Yox, nədir bu məşhur olsun? Bu deyir, yox, mən elə nə qədər tanınmasam, o qədər yaxşıdır. Çünki bir adam ki, özünün yaxşı adam ola, tanınmağını istəməyə, Allah onu 100% tanıtdıracaq, Həzrəti İbrahimə söz verib. Amma bir adam Allah'ı yadından çıxarsa, öz istəsə, özünü tanıya, nə qədər də çəkib qoysa, TikTok'a, nə bilim, hara heç baxışı olmayacaq. Altından yazacaq, yalvaracaq ki, nə olar, mənə də baxın da bir dənə like eləyin. Elə deyil. Yaxşı. Sümmə qalə əleyhissalam. Ardınca da İmam Rıza əleyhissalam buyurur ki, əl-aşirə, 10-cusu və məl-aşirə. Bilirsən 10-cu nədir? Bu ən əhəmiyyətlisidir. Qilə ləhu, mahiyyə yəbnə Rasulullah. Dedilər ona ki, 10-cusu nədir yəbnə Rasulullah? Onu deyir, Həzrət də buyurdu ki, la yərə əhədən illa qal. Hər kimi gördü deyər, huvə xeyrun minni və ətqa. O məndən yaxşı adamdır və məndən təqvalı adamdır. Ən əsası da budur. Yəni birdən elə bu 10-cu bizdə olsa, qalan o 9 dənənin hamısı onun içərisindədir. Adam kimi görür, soruşurlar filankəs deyir, o məndən yaxşı adamdır, o təqvalı adamdır. Ondan sonra, hətta biri soruşmasa da, sən öz bununla müqayisəsini soruşmasa da, deyir, o yaxşı adamdır, o təqvalı adamdır, o savadlı adamdır, o yaxşı danışa bilir, o yaxşı iş görür, o nə belə eləyir, deyir ki, 10-cusu da budur. Yaxşı, bu da Həzrət əvvəldə dedik ki, insanın la yətummu əqlü mri'in muslimin. Bu 10 dənə xislət olmasa, müsəlman insanının ağlı tam, kamil yerində deyir. Özdə müsəlman insanından gedir. Ola bilər qeyri-müsəlman insanın məktəbində belə şeylər yoxdur. İmam Rızası yoxdur, nə də belə bir hədisi yoxdur. Ondan işimiz yoxdur. Amma bizimki var və tanıyırıq da, və oxuyuruq da bunu, bunları özümüzdə cəm eləməsək, Həzrət buyurur ki, əqlüz kamil deyir. Yaxşı. Bir dənə də axırıncı hədisimiz Həzrətin elə bil möminlərin barəsindədir, imanın barəsindədir. La yəkunul mu'minu mu'minən hətta təkunə fihi səlasu xısalun. Mömin olmaz. Niyə mömin olmaz? Yəni, mömin deyirsə buna niyə mömin deyirik? Və Quranda da ayə var. Ya eyyuhəl-ləzinə aminu. Ey iman gətirənlər, iman gətirin. Ya eyyuhəl-ləzinə aminu. Hələdullukum əla ticarətin tuncikum min əzabin əlim. Ay bir iman gətirənlər, sizə bir ticarət göstərim ki, sizi cəhənnəm əzabından qutarsın. Peyğəmbərə iman gətirəsiniz, Allaha iman gətirəsiniz. Şimdi mən o ticarəti eləyəndən sonra cəhənnəmdən qutaracam, Allaha, Peyğəmbərə iman gətirəcəm. Onda niyə bu başdan mənə mömin deyirsən? Ya niyə deyirsən, ya eyyuhəl-ləzinə aminu, ay iman gətirənlər, iman gətirin. Mən iman gətirmişəmsə, təzədən nə iman gətirim? Orada zahiri imandır, naqis imandır. İman da buradakı deyir, la yəkunul mu'minu mu'minən hətta təkunə fihi səlasu xisalın. Mömin olmasa, hətta onda 3 dənə xislət olmasa, mömin olmaz nədir? Yaxşı. Ya bu əməllər olsun, sonra buna mömindir. Bu başdan niyə mömin deyirsin? Deyir, mömindir, amma naqis mömindir də. Tam yerində deyir, kamil deyir imanı. Yəni, möminin imanı kamilləşməz, gərək bu 3 dənə xislət, xasiyyət olsun ondan. Sünnətun min Rəbbi. Bir dənə xasiyyət Allahından olsun. Yaxşı. Və sünnətun min Nəbiyyi. Bir dənəsi də Peyğəmbərdən olsun və sünnətun min Vəliyyi. Bir dənə də xasiyyəti imamdan olsun. Yaxşı. Nələr də olar? Deyir, və əmməs sünnə min Rəbbi fəkitmanı sirri. Allahdan olan o, belə deyək də, xasiyyətdə, biz o sadə dildə deyək, xasiyyət. Allahdan buna keçən xasiyyət kitmanı sirridir. Yaxşı. Eybləri, sirriləri üstün örtmək, açmamaq. Allah səttarəliyubdur, o da gərək elə olsun. Ondan sonra və əmməs sünnə min nəbiyyi fəmidaratun nas. Peyğəmbərdən nə xasiyyət olsun bundan? Cəmaatından keçinmək, mudaratun nas. Cəmaatından keçinmək, cəmaatı yola vermək. Əleyhissalam deyir, ən zirəng insan ehtimalul cühhaldır. Cahillərin hərəkətinə dözməkdir, cahillərin hərəkətinə səbr eləməkdir. Yaxşı,
Bu da Peyğəmbərdən olsun. Və əmmə sünnəti min vəliyyi, amma imamdan olan xasiyyət fəssəbru fil bəsai və zərra, ki bu həm çətin zamanlarda, həm də nədir? Belə də fil bəsai və zərra. Biri qəm-qüssəli zamanda, bir də maddi çətinliklər zamanında. Yəni, həm maddi çətinliklər zamanında, həm də məsələn o psixoloji çətinliklər zamanında nə etməlidir? Səbr eləməkdir. Bəs bu üç dənə də xislət kimdə olsa, onun da imanlı olar, kamil olar. Kim də yoxudursa, bunu özündə toplasın, özü imanın kamilləşdirsin. Necə ki, o biri hədisdə dedisə, bunlar əqlin kamilliyinə dəlalət edir. Kimdəsə yoxdursa, neynəsin? Bunları özündə bərpa eləsin ki, ta əqlidən olsun, kamil olsun. Belə bilirəm, bəsdir. Allah inşallah bizi kamil imanlılardan, kamil əqillilərdən inşallah qərar versin. Allah bu üzümüzə gələn mübarək mövludu hamımıza mübarək verəsin və Allah Teala hamımızın o gündə müjdəmizi, bayramlığımızı əta eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.